Nəsə də yaxşı. Şey var, sözü burada arasında bir dakika. Sözü baldan getirin. Ben en çok gülmeye de yaptım. Bir tane Müjgan adında TikTok'u var. Müjgan. Gör neye narazılık ediyor. Değil ben Cenab Prezident'in diye şekilli koymuştum profilime. Onun adından TikTok açmıştım. Ve orada osturup pul kazanırdım. Ben diyeyim ya bakardık sevmemi. Ay əsəbləşim qırğındır. Buna bak. Ana bak. Qırğın diye əsəbləşim. Əsəbləşim. Ana bak. Ay ben deli olmayayım neyim ben. Buna bak açıma. Bak. Bak ben gözde salamın sesini verim. Bak bak. Siz İlhamın aklına. Gör ölkədə necə xaossun, necə dəhşətli vəziyyətlər ki. İlhamın adına burada maraqlı bir tema var ha, burada maraqlı bir tema var. Hakikaten. Travması olmayan İlhamın Mehriban'ın şəklini vurur, maşına sürür. Efirdə naruşeni eləyən İlhamın şəklini prov yapılır. Osturan belə. Osturan belə. Sen inanırsın. Ha, valla sənin Bakıda evin var, yoxdur. Mənim heç nəslimin evi yoxdur Bakıda. Bak, ostura Bakıda özünə ev tikir. İnanmırsan ha? Hətta Avustralya ölkədə yaşayırıq da, və prezidenti osturakçı, vitse-prezidenti osturakçı. Bunun medyasında var. Osturağı da rəsmləşdirib də o Müjgan. Ancaq osturmaq üçün İlhamın şəklini qoymalısan və ayda 200 manat pul verməlisən. Bir də çox söyləsən 500 manat ver, get çəkir. Dilənçilər haqqında qərar verdilər. Ancaq polis dilənməlidir. Xalq dilənməməlidir. Polis dilənməlidir. Benim bu dağlara gedəcək. Valla. Mən son bir həftədə bu qədər görməm. Həqiqətən də TikTokda ostura pul qazanıb. Profil şəklinə İlham Əliyevi qoyub. Və onun da profilini bağlayıblar. Bu qədər haqsızlıq eləmək olmaz da İlham Əliyev. bu qədər də insanları sıxmaq olmaz. Bu qədər söz azadlığını boğmaq olmaz. Yox, ostura qazandım. İlham Əliyev bu qədər ostura qazandığını boğmaq olmaz. Deməli nə fikirləşdim? Deməli bu İlham Əliyev, Vilayət Eyvazov osturaqdan da pul qazanırlar ya bunlar. Hayır, mən çox dəqiq. Bu İlham Əliyev bu hər qəpiyin qədrini bilir də. Bu doymur. Bu Əliyevlər ailəsi həqiqətən doymur. Bu Əliyevlərin gözü doymur. Bir dənə şey deyim, bax qulaq as. Deyirsən Sumqayıda. Sumqayıda maşın bazarına çatmamış, bir dənə sağa yolkaların arasından yol dönür. Dönən kimi bir də sola dönür. Biraz da deyirsən, oyda 2-3 mərtəbə bir disko bar. Və alı da 20 manat, 50 manatlıq piti minutka. Getmiş olarsan ora. Orada eləmiş var. Eləmiş orada. Zamanlığım orada kesildi. Birinci nəyə baxın? Nəyə diqqət edin? Qapının ağzında 2 nəfər bık durub belə. İçəridə duran bıkdır ha. Hamısı silahlıdır. Deməli bir dənə silah daşıyan qurum varsa orada prezident qol çəkir. Deməli prezidentə xəbər var. Girdi içəri. Qıza deyirsən səndən piti minutka və yaxud neçə saatlıq və yaxud səhərə kimi səni aparmaq istəyirəm. Hər qızın öz qiyməti var. Biraz da qaranlıq eləyirlər Sveta Tamuz qazab. Qızı götürsən kukla kimi saç dağına belə çıtır bir gətirsən ki, anqutu çıxıb bunun. Neysə, anqutu çıxlaşır ki, neysə. Aparırlar səni 20 manat, tutaq ki, ən praşmandovkası 20 manatdır. Aparırlar 5 dəqiqə. Şeyin durdu, durmadı. Bütün hallarda 5 dəqiqə çıxmalısan, ona dəxli yoxdur. Bir dənə də xod getməyə çalışsan zakon, qulağından tuturlar, doğulduğundan peşman eləyirlər. Neysə, indi bax, dəyərli vətənəm. 20 manada orada piti minutka bir dənə qıza elədirsə, inan ki 20 manadın 10 manadı İlham Əliyev. 5 manadı həmən qızındır. Həmən qızındır 5 manadı. 5 manadı da həm obyektindir, həm Vilayət Eyvazov. İndi bax, elə çox qız yalandan belirdir. Güya ki bu şey görmüyor. Birinci dəfədir bu şey görür. 20 dəfə elədirsə, 20 dəfə İlham Əliyev manat qazanır. Onu 10 dəfə İlham beni eləməlidir, 10 dəfə İlham eləməlidir. Yəni 10 dəfə eləyir İlhama görə. Sən də İlhamı xətədə bas. Elə görə Tbilisi prospektində əvvəllər var idi, Mehman bilir. Yəni Səməd Vurğun bağı. Bilmədiyi şeylər sonra. Səməd Vurğun bağıdır. 28 may metrosudur. Əhmədindən Günəşliyə gedən körpü. Parapet, lap əvvəl mədəni idi, petrol az idi, parapetdə idi. Sonra Parapetfovi dedilər, yoxsa sonra 7 gözəl bağı dedilər. Neysə, indi söz Mehman bilir oralar. Zamanlığım. Mehman bir şey danışacağım sana kadar. Neçə gündür qalsan qapan yerdə güldürürəm sənə səni. Otur orada. Merhaba. Deməli, orada elə bir ki, bir petuğa minət elətdirdinsə, 10 manat verirsən də, ən aşağısı 10 manat. 10 manat verdinsə,
Onun 5 manadı İlham Əliyevin. 5 manadı İlham Əliyevin. O elə bir ki o sosqallığın yarısını kəziyyət çəkdi. Ha dizini yerə qoydu. O İlham Əliyev üçün qoydu dizini yerə. Deməli o vaxtı Mehman bilir. Hadi cümlede İtalyan seni hele. Mehman senin dəqiq mənbədir. Dəqiq mənbədir. Dəqiq mənbədir. Faktı təsdiq ediyor. Bu ekran falan diyecek cürmetim. Bu canım. Bir dakika. Ne desen de yapışır bana. Deməli, O nəslisiydi. Sən də o nəslisiydi. hadi Maykan diye çok bir köynəyim.